İndi sizə çox maraqlı bir tələbəni təqdim etmək istəyirəm. Adı Seymurdur. Salam olsun ya. Dostlar, Seymurun atası Polyakdır. Anası isə Azərbaycanlıdır. Aytən xanım, mən də fürsətdən istifadə edirəm. Buradan da Aytən xanıma Varşavadan salamlarımı göndərirəm. Baxın dostlar, bax bu Seymur kimi adamlara bəzən deyirlər ki, bu yarısı Polyak və yarısı da Azərbaycanlıdır. Amma mən belə deməzdim. Mən bilirsiniz nə düşünürəm? Düşünürəm ki, bu kimi insanlara demək lazımdır. Bu 100% Polyakdır və 100% də Azərbaycanlıdır. Niyə? Çünki 200% 100%-dan çoxdur. Bir də ki, bunu anlamalıyıq ki, Seymur iki möhtəşəm mədəniyyət və sivilizasiyanın bir daşıyıcısıdır. Bilirsiniz, Seymur kimi adamlar həm türk dilli ölkələrdə, həm də Slavyan dilli ölkələrdə öz yerini tapar. Öz yerini tapar yox, onun artıq yeri var. Baxın, Seymur Vistula Varşavada Vistula Universitetinin tələbəsidir. Gəlin onunla öyrənək ki, Seymur Azərbaycandan niyə görə Polşaya gəlib və burada məhz Vistula Universitetini seçib? İlkin olaraq sizə belə deyə bilərəm ki, Polşaya gəlməmin ilkin səbəbi odur ki, həm öz karyeramı, həm də ki, komfort zonamdan çıxıb öz həyatıma daha da bir irəli addım atmaq üçün məhz Polşada Vistula Universitetində oxuyuram. Ümumi şərait baxımından olsun, Polşada olmamdan çox razıyam və burada toplamda 4 ildir buradayam artıq və buradakı olan dostluqlardır, ətrafdır, istər Azərbaycanlı, istər türk, istər başqa ölkənin insanları olsun, mənə ciddən xoşdur və burada bir çox insanla tanışam, bir çox insanlarla vaxt keçirdirəm. Yəni Polşaya gəlin, fürsətlərdən istifadə edərək siz də öz həyatınızı burada qura bilərsiniz. A powiedz mi, Seymur, czy podoba Ci się Polska? Oczywiście podoba. Naprawdę tutaj bardzo fajnie jest. Warszawa очень pięknie jest. Gdzie jeszcze byłeś? W którym mieście? Łódź byłam, Gdańsk, Kraków, Szczecin i teraz w Warszawie jestem. Bardzo pięknie jest naprawdę tutaj i bardzo podoba mnie. Seymur, siz mənə bir söz deyin. Baxın, bax bizə indi baxan tələbələrimiz var da, Azərbaycandan uşaqlar hazırlaşır və siz uşaqlara nə tövsiyə verərdiniz? Dostlar, tövsiyə eləmək istədiyim odur ki, ilkin olaraq biraz da olsa Polyak dilini öyrənməyinizi tövsiyə edərdim. Çünki ilkin olaraq burada daha çox ingilis dili və Polyak dili istifadə olunur. Ona görə də ingilis dilini mümkün qədər yüksək tutub bir yandan da Polyak dilini öyrənsəz sizin üçün yaxşı olar. Əlavə olaraq da hər hansısa bir planınız olsa yaxşı olar buraya gəlib. Çünki Bakıdan çox insanlar gəlib ilk aylarda özəlliklə xərcləri planladığı kimi getməyə bilər. Ona görə də qabaqcadan hər şeyi dəqiqliyi ilə bir hesablayıb ona görə planlaşdırıb gəlsəz sizin üçün daha yaxşı olar. Yolunuz açıq olsun. Seymur, əzizim, biz sizinlə neçə il, bir il tanışıq da? Bizcə bir ildən çox oldu da. Açığı deyim, mən Varşavaya ilk gələn vaxtı çox da yer tanımadığım üçün, çox da insan tanımadığım üçün belə ətrafda harda qala bilərəm, daha sərfəli, daha uyğun bir şəkildə bilmirdim. Hicran xanım sağ olsun, heç belə vaxtımı itirmədən, heç hər şeyi dəqiqliyinə, hər şeyi əldə elədi. Çox sağ olun bir daha buradan da. Təşəkkür edirəm. Siz də əziz dostlar, bizim Aspol Student Support ailəmizə birləşin, yaxınlaşın və bizimlə olun.